Bəzi şeylər var, onu gizlədirsən, sənin üçün əlavə enerjiyə, gücə, qüdrətə çevrilir. Səni gücləndirir. Məsələn, dərdləri, problemləri gizlətmək insanı gücləndirir. Dərdi açmaq hamının yanında adamı zəiflədir. Deyir ki, danışdım, yüngülləşdim. Düzdür, yüngülləşdim. Əvvəl daha ağır idim. Danışdım, biraz yüngül oldum. Mütləq mənada dərdləşmək pis deyil. Dostlar oturar, dərdləşər, hərdən dərdin bir-birinə deyər, lazım olan məqamda. Amma mütləq mənada dərdi açıb danışmaq zəiflik əlamətidir. Dərdi gizlətdikcə böyüyürsən, yüksəlirsən. Pərvaz eləmək imkanın olur. Allah xoşlayır ki, bəndələr bəzi problemlərin içində gizli saxlasınlar. Allah deyir, məndən şikayət edirsən yaratdığıma. Onun içində saxlamaqla böyüməlisən, ucalmalısan.